30 illik işğal dövründə olduğu kimi elə indi də bütün sahələrdə regional təhdid olan Ermənistan ekoloji cinayətlərini davam etdirir. Azərbaycan Vətəndaş Cəmiyyəti təşkilatlarının ekoterrorla bağlı nüfuzlu beynəlxalq təşkilatlara ünvanladığı məktubda da vurğulanır ki, sənaye müəssisələrini, yüksək zəhərli kimyəvi tullantıları nəinki bölgənin, bütün dünyanın flora və faunasına ciddi bir zərər verir. Ermənistanın dağ mədən sənayesinin ziyanverici fəaliyyəti qonşu ölkələrə böyük bir təhdiddir. Göyçə, Bərgüşat, Həkəri, Oxçuçay, Araz, Arpaçay və daha neçə nümunə. Bütün bunlar Ermənistanın ekoloji silsilə cinayətlərinin qara siyasıdır. Xüsusilə dağ mədən sənayesi tullantılarının transsərhəd çaylarına axıdılması ilə regionun flora və faunasına ciddi zərər yetirir. Bütün bunların fonunda isə beynəlxalq təşkilatlar baş verənlərə göz yumur. Azərbaycanın qeyri-hökumət təşkilatlarının BMT, Avropa Parlamenti, Avropa Şurası və digər nüfuzlu təşkilatlara müraciəti də məhz diqqəti dünyanı təhdid edən Ermənistan ekoterroruna yönəltmək məqsədi güdür. Bizim bu bəyanatımızda mən özüm də öz adımdan bütün beynəlxalq təşkilatlara, ekologiya ilə məşğul olan təşkilatlara müraciətim vardı ki, gəlsinlər, yoxlasınlar, bizlə bir yerdə, özləri yoxlasınlar, görsünlər ki, nə qədər təhlükəlidir. Ermənistanın ekoterroru ilə Qafan dağ mədən kompleksinin fəaliyyəti nəticəsində yaranan, tərkibində ağır metallar olan mədən tullantılarının transsərhəd çayları olan Oxçay və Araz çaylarına axıdılır. Eyni zamanda 270 milyon kvadrat metr ərazini əhatə edən və mədən tullantıları hovuzu kimi istifadə olunan Atseyvanlik su anbarı bütün region üçün ciddi təhlükə yaradır. İldə təxminən 10 min unsiya qızılın emal edildiyi Göyçə Daşdəm qızıl mədənində davam edən əməliyyatlar davamlı çirklənməyə səbəb olur. Zəhərli çirkab suları isə Bərgüşat çayını çirkləndirir. Bərgüşat çayı da öz növbəsində transsərhəd Araz çayına tökülür. Mis, sink və qurğuşun istehsalı ilə məşğul olan Ellər Metallurgiya Zavodu mühüm içməli su mənbəyi olan Arpaçayın mis, qurğuşun və kadmium kimi ağır metallarla çirkləndirilməsinə səbəb olur. Müraciətdə əraziləyəndə Nəhəng Metallurgiya Zavodunun tikintisinin dayandırmaq tələbi də qoyulub. Beynəlxalq təşkilatlar, xüsusən ətraf mühiti mühafizə edən beynəlxalq təşkilatlar, Ümumdünya Səyahət Təşkilatı, BMT və BMT Baş Katibinin ekoloji məsələlər üzrə təmsilçiləri çox təəssüf ki, bu ciddi faktlara, bu həyəcan verici faktlara laqeyd yanaşırlar. Bizim fikrimizcə bu yanaşma eyni zamanda Ermənistanın məsuliyyətini bölüşmək deməkdir. Bizim fikrimizcə bu yanaşma həmin o ekoloji cinayətlərin artıq faciəli bir şəkildə genişlənməsinə səbəb olmaq deməkdir. Ekoloji böhran həm də Ermənistanın beynəlxalq hüququ növbət dəfə pozmasına əyani sübutdur. Ona görə ki, İrəvan həmin qurumlara üzv olarkən ətraf mühitin qorunması ilə bağlı da öhdəlik götürüb. Azərbaycan qeydilərinin beynəlxalq təşkilatlara müraciəti isə Ermənistanın həmin konvensiyaların tələblərini əməl etməsi üçün çağırışdır. Ermənilərin ölkə boyu həyata keçirdiyi mədən fəaliyyətlərindən xəbərdarıq. Biz yaxşı bilirik ki, Araz çayı ətrafında suyun çirklənməsi böyük fəlakətə səbəb olacaq. Dünyanı indi bir kənd kimi təsəvvür etməliyik. Hamımız bir kənddə yaşayırıq və burada havanın, suyun çirkləndirilməsi bütün ətraf mühitə mənfi təsir göstərəcək. Bu məsələ BMT-nin mədən sənayesi ilə bağlı standartlarına uyğun həyata keçirilməlidir. Zəhərli tullantıların müxtəlif çaylar vasitəsilə Xəzər dənizinə axıdılması təkcə Azərbaycana deyil, Xəzəryana digər 4 ölkənin də ekologiyasını çirkləndirir. Bu da Helsinki konvensiyasının pozulmasıdır. Vəziyyətdən çıxış yolu isə dünyanın ekoloji tarazlığına müdaxilə edən Ermənistana təzyiqdir. Rüstəm Mikayılzadə, Zaur Dadaşov, Mirəziz Mirəloğlu, Kamil Elləroğlu, ASTV xəbər.